Türkmençay müqaviləsi 1828-ci il fevralın 10-da 1-ci Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmençay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü. Ermənilərin Şimali Azərbaycana köçürülməsi 1828-ci ildə imzalanmış Türkmençay müqaviləsindən sonra demoqrafik vəziyyəti dəyişdirmək məqsədi ilə Şimali Azərbaycana Osmanlı dövləti və indiki İran ərazisindən kütləvi şəkildə ermənilər köçürülməyə başlandı. Eyni zamanda Rus işğalını qəbul etməyən yerli türklərin müəyyən hissəsi Osmanlı dövlətinə, indiki İran ərazisinə və Şimali Azərbaycanın mərkəzi hissəsinə köçdülər. Bunu əvvəlkilərdən fərqlənməsə də Qızıl Ordunun irəliləməsi şəraitində Azərbaycan hökuməti daxilində təşvişi artırır. Daxili İşlər Naziri Məmməd Həsən Hacınski başda olmaqla bir qrup hesab edir ki, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlaliyyətini tanıtdırmaq mümkündür. Lakin Fətəli xan Xoyski və tərəfdarları çıxış yolunu ölkədə güclü rejim yaratmaq və təcavüzə qarşı silahlı müqavimətdə görür. Onların fəaliyyəti nəticəsində Hacınski öz vəzifəsindən çıxarılır. Hacınski tərəfdarları bu uğursuzluğa baxmayaraq öz fikirlərini təbliğ edib geniş fəaliyyət göstərirlər. Bunun nəticəsində mart ayında bir sıra partiyaların nümayəndələrindən ibarət konferansda Hacınskinin platforması qəbul edilir. 1920-ci ilin fevral ayının 11-12-sində Rusiya Komünist Bolşeviklər Partiyası, Bakı Komitəsi, Hümmət və İranlı fəhlələrdən ibarət Ədalət Partiyasının birləşməsi ilə Azərbaycan Komünist Partiyası yaranır. Onlar müstəqil Azərbaycan şüarına qarşı Sovet Azərbaycanı şüarını irəli sürürlər və ölkədə dövlət çevrilişi üçün münasib şərait yaratmağa başlayırlar. Həmən o hadisələrlə əlaqədar siyasət idi. Belə bir şəraitdə Bakıda hökumət böhranı baş verir. Kommunistlərə sərt münasibəti ilə seçilən Nəsib bəy Yusifbəyli istifaya gedir. Yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırılır. Lakin o aprel ayının əvvəlində bu prosesi ləngidir. Bolşeviklərlə danışığa girib, onları hökumətin təşkilinə dəvət edir. 1920-ci ilin martında Novruz bayramından sonra vəziyyət gərginləşir. Bolşevik təhlükəsi getdikcə artır. Sovet Rusiyasının məqsədlərini təmin edən əsas amil Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə olur. Novruz bayramı günlərində Qarabağda qırğın başlayır. Azərbaycan ordusu demək olar ki, tamamilə ölkənin qərbinə yeridilir. Bir ay davam edən mübarizədən sonra erməni üsyançıları təslim olur və aprelin 26-sında Daşnak hökuməti barışıq imzalamağı xahiş edir. Elə həmin vaxtda aprelin 26-sı gecə 11-ci ordu Yalımaq-Xaçmaz istiqamətindən artıq Azərbaycan hüdudlarını keçmişdi. Aprelin 27-si partiya liderləri Nəsib bəy Yusifbəylinin evinə toplaşırlar. Müxtəlif fikirlər irəli sürülür. Şəfi bəy Rüstəmbəylinin hökuməti Gəncəyə köçürməyi və orada bolşeviklərə qarşı mübarizə aparmaq təklifi qəbul olunmur. Aprelin 27-sində saat 12-də parlamentin son iclası olur. Hərbi nazir Mehmandarov deyir ki, onun ordusu müqavimət göstərmək imkanına malik deyil. Parlamentdə olan Sosialist, İttihat və Əhrar partiyaları hökumətin bolşeviklərə təhvil verilməsi ilə razılaşırlar. Əleyhinə yalnız Məmməd Əmin Rəsulzadə olur. Parlamentdə yaradılan komissiya hakim... Günortaz xeyir, Səminaz xanım. Nə var, nə yox bacı, neynirsən, nə iş görsən? Mən bacımgillə də danışdım, Səminaz bacı. Bacımgillə də danışdım, biz belə qərara gəldik ki, indi bizim qərarımıza qulaq as. Fikirləşin, yaxşı fikirləşin, uduzmarsınız. Bacımgillə danışdıq ki, o fişteli ya verirsən baldızımgilə, bizə də biraz pul, biz də çıxırıq o fişteli. Baldızımgilə verirsiniz, bizə də pul. Ya da ki, ikinci məsləhətdə belədir ki, biz bu evdə qala-qala, makleri gətirirsən, biz bu evdə qala-qala. Lap günü sabah bir gün oğlum makleri gətirir, evə baxır, biz bu evdən çıxmamaq şərti ilə. Evdən, yəni mənim oğlum, baldızımın qızı. Biz bu evdən çıxmamaq şərti ilə, çünki hara gedirik, bizim qəpimiz də yoxdur ki, ev kvatına qalaq bir müddət. Biz bu evdə ola-ola evi satırsan, biz baxmışıq internetdə bu evin
bu şəraitdə, yəni remontsuz şəraitdə bir dənə qapı pəncərələrini düzəltmişik. 120 min nağdı qiyməti var. 120 min. Bizim hərəmizə 10 min manat qalmaq, evin içindən qalırıq, ha, çıxmırıq çölə. Makler gəlir, danışırsan, ev satılır, hərəmizə 10 min pul verirsən, biz gedirik, 120 mindir, danışmışıq, internetə baxmışıq, hərəmizə 10 min verirsən, biz bu evdən çıxırıq. Dar ayaqda məsəl üçün, mənə verərsən 8 min, bacıma verərsən 10 min. Hə, çıxıb gedirik. Hə, sabahsı çıxıb gedirik. Əgər bu fikirlərlə razısansa, udazsan, sən 100 min, 110 min pul qalacaq. Sonra da remont eləyərsən, yenə sata bilərsən. Hə, onda uddun. Əgər mənim fikirlərimlə razı deyilsənsə, sən uduzdun. Çünki bizim arxamızda prezident durub, icra başçımızda o gün xəbərdarlıq eləyib prezidentə, bizi bu evdən çıxartmırlar. Könüllü çıxa bilərik. Məsəl üçün, ev yəhəsindən danışıb könüllü çıxa bilərik. Amma elə bir ki, bizi heç kim çıxarda bilməz. Çünki icramız da o günə bizə xəbərdarlıq eləyib. Heç kimin haqqı yoxdur. Bizi Heydərin şeylə prezidentimiz ölüb indi. Oğlunun əmri ilə biz burada qalırıq. Bizi heç kim çıxarda bilməz. Yəni, sən bizə gücün çatmaz. Mənim evimdə cavan oğlum var, bacımın da qızı var. Yəni, sənin haqqın yoxdur ki, yəni, məni buradan çıxardasan. Neçə illərdə biz burada panelin içində xəstəlik tapışıq, qapı pəncərəsi yox idi, bir dənə panel idi, gəlib qalmış burada hamısı xəstəliyə düşdü, panelin içində hamısı rəhmətə getdi. İndəki bacı, biz nə deyiriksə, deyirik gəl evə, yə, dur, Allah xeyri versin. Bizim hərəmizə pul ver, evin içində qalırıq. Evin içində qala-qala olur elə bir şey. Makler gəlsin, baxsın, ev 120 mindir, sat, bizim hərəmizə pul ver, bu çıxaq gedək. Sən elə bir adamsan ki, belə xətirə dəyməsin də, sən 120 minlik evi istəmirsən, o opşteli pir deyib tutmuşsan. Demirsən, pulum yoxdur, qəpiyim də yoxdur. Biz evin içində qalmışıq, bax, bir 10 günə, 5 günə evi sat, bizim hərəmizə biraz pul ver, demirik ki, bizə 50 min ver, 40 min ver, 30 min ver. Ərinlə məsləhətləş, oğlunla məsləhətləş, bax, biz hərəmiz səndən 10 min pul istəyirik. O ki, qaldı Qaçqın şəhərciyinə, Stans-Sumqayıta. Stans-Sumqayıta ləğv eləyiblər. Bacı, heç ilə müharibə veteranı mənim qardaşımdır. 4 dəyə, 5 dəyə yaralanıb, 50 dəyə gedib yalvarıb, mənim qardaşıma heç oradan ev vermirlər. O ki, qaldı, elə-belə Qaçqına oradan ev verərlər. Xeyr, Qaçqınları oradan evi ləğv eləyiblər. O vaxt nə verdilər, verdilər. Heç yada düşür, o vaxtda getdin icraya, ikimiz yalvardıq. Mənə ev verdilər oradan, dedi yox, dedi otu evində. Nə vaxt hökumət ev verir, onu da çıxarsan. İndi vermir, Qubatlı yoxdur, Qubatlı bütün minada, hər tərəf hərbidir. Qubatlını hər bir şəhərci eləyəcəklər. Əgər Qubatlıda ev tikilməyini gözləyirsənsə, onda biz o dünyada olacağıq. Bəlkə də neçə illəri Qubatlı heç nə tikilməyəcək. Tikildi Laçında, Şuşada, Xocalda vəsiq qutardı. Qubatlıda ev tikilmir. Qubatlı hərbi zonu olacaq. Sən onu gözləmə. Əgər istəyirsənsə 100 minə, 110 minə pul, gəl buradan sat, ged özəl şəhərin mərkəzindən qəşəng 60 minə, 70 minə ev al. Hələ sənə 30 mində pul qalacaq artıq. Hələ çox qalacaq. Belə qəribə ailəsiz, belə xətrinizə dəyməsin də. Yəni ki, məsləhətə qulaq asmırsınız, öz yediyinizlə gedə-gedə, siz 35 ildir, neçə illərdir bu evinizə həsrət qalmışsınız. Mən sizdən balacayam, görürsən mən sizə necə gözəl məsləhət verirəm, amma siz bilmirsiniz nə hərəkət edirsiniz. Elə deyirsiniz ki, o iyilənmiş o fişdeldə qalıq. Amma gəl sat bunu, bir 30-40 minində əlavə qalacağında ki, şəhərin mərkəzindən, bazarın yanından özəl qəşəng ev al. Biz də nə deyirik, bacı? Deyirik ki, hərəmizə bir pul ver, birazca, az miqdarda. Biz də gedək özümüzə bir uçuq yer, bir o fişdeldən alaq, girək içinə. Heç nə, mənim sənə deyəcəyim odur, danışıb başım ağrıyır, işə gedəcəm, ismənə gedəcəm, işim gücüm var. Əgər mənim fikirlərimlə razısansa, mənə səs at, gözləyirəm. Əgər razı deyilsənsə, sənin bu qapıda işin yoxdur. Ev bizimdir, prezident verib, arxamızda da durub.
35 ildir sən məni çıxarda bilməmisən, heç indən belə çıxarda bilməyəsən. Sən mənim baldızıma gəl burada, baldızımsan, əgər sən gəl baldızıma adamdan gəlsən, baldızımla baldızımın qızı səni şaqqalayar burada. Mən sənə deyirəm ki, mənim fikrimlə nə deyirsən, razılaşsan? Hə bacı, mən sənə son sözümü deyirəm, yəni sənə bacı kimi deyirəm ki, uduzmarsan. Bax, ev alarsan, oğlanları evləndirərsən, yığarsan, ora əlavə etsən, 30-40 min pul qalar. Amma səndən şərt kəsəcəyik. Makler gəlsin, biz bu evdə qala-qala evi sat. İllap nə olsun, qan töksə də biz bu evdən çıxmayacağıq. Bizə heç kimin gücü çatmaz. Çünki icramız deyib ki, könüllü hər şeyi həll edə bilərsiniz. Könüllü. Sənin də cavan oğlun var, geçsin bir dənə makler gəlsin, baxsın evə, biz baxmışıq internetdə, 120 mindir. Sat bacı, hərəmizə biraz pul ver, biz gedək elə satdığın yerdə. Allah xeyri versin. Gəl evi də verəm neyinsən elə, ya ged ayrı yerdən al, ya da buranı remont elə. Yox, qutardı. Son sözümüz bu da. Fikirləşmə, hə, yoxu deyənən, daha bir də mən narahat eləmə, başım ağrıyır. O ki qaldı, sənin ərin deyir ki, Stan Sumqayıtdan tutalım, getdiyi ev verdi. Bəs mənim baldızım neyniyəcək bəs? O harada qalacaq? Ona da ev lazımdır, 2 ailəyik. Biz ayrı yaşayırıq, 2 ailə, o vaxtdan 2 ailəyik. Baldızım onda harada qalacaq? Ona da, mənə də. Stan Sumqayıtdan 100 il qala, 50 dənə şikayət eləmişəm. Bizə ev verilmir, oranı dayandırıblar. Evi gəl, sat, bir 10 günə. Hərəmizə 10 min ver, 10 gündən sonra çıxırıq.